şairlərdən biri yazır, məsələn, deyir ki, görəsən dünyaya nöş gəlib insan. Dünyaya niyə gəlib Allah Teala Əz-Zariyyət surəsi 56-cı ayədə bildirib onu. Yəni, gəlmirsən ibadət eləməkdir. Lakin bəzi insanlar elə başa düşür ki, Allaha ibadət eləsən, onun ruhsu azalacaq və ya işdən çıxacaq və ya kimsə ona ad qoyacaq. Bunların heç birinə fikir vermək lazım deyil. Məni yaradan, məni yedizdirən, məni içizdirən, mənim işlərimi idarə eləyən, mənə heç kimin qarşısında əyilməyini istəmədiyim ən əzəmətli əza başı verən Allahdır maraqlı. O mənə nə deyəcək? Mənim ruzumu məxluq yaratmıyor ki, mənim ruzumu kəssin. Çünki mənim Rəbbim mənə ruzu vəd eləyib. Özü elə yerdən vəd eləyib ki, o uzadadır, hündürdədir. وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ Sizə vəd olunan, yəni cənnət və ruzunuz göydədir. Salih əməlləri